Ammonyak. Ammonyakın kimyavi formulu NH3. Bu ise onun açıq formuludur. Burada gördüyünüz kimi 3 hidrogeni özünə birləşdirib və hələ 2 elektronu açıq qalıb. Bucağı 107,3. Ammonyak molekulunda azot atomu sp3 hibrid vəziyyətindədir. Ammonyak molekulu polar molekuldur. Çünki burada simmetriya pozulubdur. Tam simmetriya yoxdur. Molekul düzgün olmayan tetraeder veya piramida formasındadır. Alınması. Sənayedə ammonyak bəsit maddələrdən sintez yolu ilə alınır. Misal üçün burada gördüyünüz kimi azot və hidrogen 400-500 dərəcə Selsi temperaturda, suisi təzyiqdə və katalizatorların iştirakı ilə. Burada istilik ayrılır. Bu reaksiya tənliyini yadımızda saxlayırıq. Gəlin burada izahlı tapşırığa baxaq. Deyir ki, 100 litr qaz qarışığı, azot və hidrogen qarışığı katalizator iştirakı ilə burada reaksiyalar gedib və alınıbdır burada bilinmir nə qədər ammonyak və qalıbdır 20 litr azot. Burada soruşur ki, nə qədər NH3 alınıbdır? X-i müəyyən edin. Gəlin izahına baxaq. 100 litr qarışıqda 20 litr azot artıq qalıbdır. Biz nə edirik? 100-dən 20-ni çıxırıq. Yerdə qalır 80 litr. Yəni bu 80 litr azot və hidrogenin qarışığıdır ki, reaksiyaya daxil olubdur. Beləliklə, baxırıq reaksiyaya. Reaksiyaya baxanda görürük ki, normalda 4 mol qaz reaksiyaya daxil olub. Bunu da götürəndə ki 1 mol qaz 22,4 litrdir. 4-ə vuranda eləyir 89,6 litr qaz reaksiyaya daxil olur və alınır nə qədər qaz? 2 mol. Yəni 44,8 litr qaz alınır. NH3 alınır. O zaman nə edirik? Tənasüb qururuq. Yəni 89,6 litr reaksiyaya daxil olanda 44,8 litr qaz alınırsa, NH3 alınırsa, bəs 80 litrdən nə qədər alınır? Və tənasibi həll edirik. X bərabərdir. 80 vurulsun 44,8 bölünsün 89,6. Bu da ixtisar gedir və cavabımız alınır 40. Beləliklə, reaksiyadan 40 litr NH3 alınır. Laboratoriyada ammonyak, ammonium duzlarını qızdırmaqla qələvlərlə reaksiyadan alınır. Bu zaman alınan ammonium hidroksid parçalanır və NH3 ammonyak ayrılır. Demək, ammonium xlor, üstə gələk natrium OH alınır, natrium xlor, NH3 plus H2O. Yəni bu parçalanmaqla NH3 və H2O ayrılır. Ammonyakın fiziki xassələri. Ammonyak rəngsiz, xarakter kəskin iyili, havadan yüngül, suda yaxşı həll olan qazdır. Bərk halda molekul kristal qəfəsi əmələ gətirir. Kimyavi xassələri. Saf oksigenlə reaksiyası. Ammonyak saf oksigendə yanıb azot əmələ gətirir. Katalizator iştirakı ilə isə NO-ya qədər oksidləşir. Gəlin reaksiyalara baxaq. Demək, oksigenlə reaksiya girir. NH3 plus oksigen alınır azot və su. Katalizator iştirakı olanda isə NO və su. NO və H2O. Burada 3 mol oksigen reaksiyaya girir. Burada isə 5 mol oksigen reaksiyaya girir və NO alınır. Əsasi xassələri. Ammonyak əsasi xassəli maddədir. Su və turşularla reaksiyaya daxil olur. Suda həll olanda onun bir hissəsi reaksiyaya girir və ammonium hidroksid əmələ gəlir. NH3 üstə gələk H2O. Burada bilirsiniz dönər prosesdir, davamsızdır. NH4OH və beləliklə ion şəklində yazanda NH4 plus və OH mənfi, yəni müsbət və mənfi yüklü ionlar NH4OH-ın ionlarıdır. Yəni
Bu məhlulda həm NH3, həm də NH4OH olur. Ammoniaklı su və ya naşatır spirti adlanır. Yəni bu maddənin adı ammoniaklı su və yaxud da naşatır spirtidir. Yəni bir hissəsi reaksiyaya daxil olur, bir hissəsi isə ammoniakın suda qalır. Turşular reaksiyası turşunun əsaslığından asılı olaraq müxtəlif mərhələlərdə gedir. Gəlin baxaq. Ammonium xlorid. NH3 + H xlor reaksiyaya girir, alınır ammonium xlorid. Sulfat turşusu ilə reaksiyasından turş duzu da alına bilər, normal duz da alına bilər. Həmçinin fosfat turşusu ilə reaksiyasına baxırıq. Ammonium dihidroortofosfat alına bilər. Ammonium hidroortofosfat alına bilər və normal duz ammonium ortofosfat alına bilər. Yəni NH3-ün mol sayından asılı olaraq burada duzlar alına bilər. Ammonium duzları suda həll olan maddələrdir. Qızdırıldıqda parçalanırlar. Bu zaman ammoniak və uyğun turşu alınır. Misal üçün ammonium xlorid parçalandı, alındı NH3H xlor. Ammonium hidrokarbonat parçalandı, alındı NH3 karbon qazı H2O. Ammonium karbonat parçalandı, alındı NH3 karbon qazı və su. Yəni bu karbonat turşusudur, parçalanıbdır, davamsız birləşmədir. Turşu çox əsaslı olanda parçalanma mərhələlərlə gedir. Misal üçün burada ammonium sulfatdır. Birinci mərhələdə NH4HSO4 və NH3 çıxır. İkinci mərhələdə yenə də NH3 çıxır və alınır sulfat turşusu. Bəzi turşuların ammonium duzları isə parçalananda ammoniak və turşu əmələ gəlmir. Gəlin baxaq. Misal üçün ammonium nitrit NH4NO2 parçalanır, alınır nə? Azotla su. Ammonium nitrat parçalanır, alınır N2O, H2O, yəni N2O və su. Və burada gördüyümüz kimi ammonium bixromat parçalanır, alınır azot, xrom 3 oksid və su. Ammonium duzları zəif əsasdan əmələ gələn duzlardır. Suda yaxşı həll olur, hidrolizə uğrayır. İndi baxırıq reduksiya edici xassələrinə. Ammoniak bəzi metalları onların oksidlərindən reduksiya edir. Misal üçün, burada dəmir alınır, azot alınır, su alınır. Fermi-2O4 NH3. Bu həm də oksidaşma-reduksiya reaksiyasıdır. Alınır dəmir, azot və su. Burada alınır kuprum oksid NH3, alınır mis, azot və su. Kuprum oksid ammonium xloridlə də reduksiya olunur. Bu reaksiyadan metalların lehimlənməsində istifadə olunur. Kuprum oksid NH4 xlor, alınır kuprum xlor, kuprum, azot və su. Yəni həm ammoniakla, həm də NH4 xlorla reduksiya olunur və bu reaksiyalarda yadımızda saxlayaq. Karbon qazı ilə də reaksiyaya girir. NH3 plus karbon qazı alınır. Karbamid deyirik buna. CONH2 və su. Parçalanma reaksiyası. Ammoniak parçalananda alınır azot və hidrogen. Bu dönər prosesdir də, yəni belə də gedə bilər reaksiya, belə də gedə bilər. Bu reaksiyanı da yadımızda saxlayaq. Ammoniakla bağlı bu qədər.